Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai ve seyyidil mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Allah həmd olsun möhtərəm qardaşlar. Allah Subhanahu wa Ta'ala'nın neymətləri üzerimizdə çoxdur. Və hər bir neymətlə Rəbbimizin verdiyi hər bir neymətə şükür etməliyik. Allah Subhanahu wa Ta'ala buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Allahın neymətlərini saysan, onları sayıb qurtara bilməzsən. Bizə verilən hər bir şey neymətdir. Hər bir şey, ibadət etməyimiz də, doğru dini öyrənməyimiz də, sabit olmağımız da, Allah sabit eləsin hər birimizi. Allah Subhanahu wa Ta'ala sənə hidayət veribsə, ən böyük neymət odur. Bu dünyada, qısa bir dünyada sənə verilən, bizə verilən ən böyük neymət hidayət neymətidir. Və bu neyməti saxlamaq üçün ilk öncə möhtərəm qardaşlar, qəlbimizi islah eləməliyik. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Ələ və innə fil cəsədi mudğah." Deyir, insan cəsədində bir ət parçası var. "İzə saluhat, saluhal cəsədu kullu." Deyir, əgər o islah olarsa, bütün bədənimiz islah olar. "Və izə fəsədət, fəsədəl cəsədu kullu." Deyir, əgər o fəsada uğrayarsa, bütün əzalarımız fəsada uğrayar. Sonunda da bu ələ və hiyəl qalb. O deyir, qəlbdir. Yəni, insan, möhtərəm qardaşlar, hər birimiz bir qəlbdən ibarətik. Yəni, onun islahı ilə, onun sabit qalması ilə, onun islahı ilə insan islah olur. Əgər o fəsada uğrayarsa, bütün bədənimiz fəsada uğrayar. Və qəlbdə nələr yerləşir, möhtərəm qardaşlar? Kin də orada yerləşir. Həsəd də orada yerləşir. Sevgi də orada yerləşir. Hər bir şey orada yerləşir. Sadəcə bizim üzərimizə düşən nədir? Onu islah eləmək. Əgər o islah olunarsa, bu hədis həqiqətən də bir mömin üçün, düşünən mömin üçün əzəmətli bir tövsiyədir Allah Resulundan. Yəni, hər bir zaman mömin onun üzərində çalışmalıdır ki, o ət parçasını islah eləsin. Əgər o islah olarsa, vallahi insan rahatlıq tapar. Nəyə görə insan bəzən rahatlıq tapa bilmir? Bilirsiniz nəyə görə? Çünki içində həsəd olur. İçində kin, küdrət olur. Deyir, o vaxt insan rahatlaşır ki, onları təmizləyəndə. Necə ki, Rəbbimiz Qurani Kərimdə buyurur ki: "İllə mən ətəllaha bi qalbin səlim." Yəni, qiyamət günü insana fayda verəcək sağlam bir qəlb. Əgər insanın qəlbi sağlam deyilsə, qiyamət günü ona heç nə fayda verməyəcək. Onun üçün də bizim üzərimizə düşən ən böyük vəzifə, ən böyük iş odur ki, qəlbimizi islah eləyək, möhtərəm qardaşlar. Onu bütün çirkin sifətlərdən təmizləyək. O təmizlənərsə, vallahi mömin xoşbəxt yaşayar. Saadət içində olar. Hər zaman rahat olar. Abdullah ibn Mübarək radiyallahu anhuya deyirlər ki, səni hər zaman xoşbəxt görürük, saadət içində görürük. Deyir, bunun səbəbi nədir? Biz də belə olmaq istəyirik. Deyir ki, gözəl bir söz deyir. Deyir, mən bildim ki, mənə gələn ruzi məndən başqa heç kimə getməyəcək. Onda rahatladım, deyir. Və o artıq həyatına, bu sadəcə bir misaldır, hər bir şey belədir. Ruzi təkcə yeyib içməkdən ibarət deyil, möhtərəm qardaşlar. Ruzi hər şeydir. Sənə verilən hidayət də ruzidir,
Bütün neymətlər sənə ruzidir. Gözəl, salihə zövcə də ruzidir, övladlar da ruzidir. Miniyin də ruzidir. Ən böyük ruzi də sağlamlıqdır. Sənə verilən afiyyətdir. Namaz qıla bilirsən, ibadət edə bilirsən, Rəbbinə səcdə eləyə bilirsən. Ondan gözəl ruzi yoxdur. Ona görə insan hər zaman bu neymətləri dərk eləməlidir. Bu neymətləri düşünməlidir və onlara şükür etməlidir. Şükür də nə ilə olur? Əməllə, çoxlu ibadət eləməklə. Ayşə anamız radiyallahu anhə Allah Resulü sallallahu aleyhi və səlləmə deyir ki, ey Allahın Resulü, nə üçün sən bu qədər ibadət edirsən? Gəlmiş, keçmiş, bütün günahların bağışlanıb və yenə də çox ibadət edirsən, ayaqların şişənə qədər. Gözəl bir söz deyir Allah Resulü sallallahu aleyhi və səlləm, bütün ümmət üçün ibrət deyir, əfələ əkunə abdən şəkura, şükür edən qul olmuyum mu? Yəni, Rəbbim mənə neymətlər verib və məni günahlarım bağışlayıb və onun qarşılığında, baxın, nə qədər ibadət eləyərdi. Şükür üçün eləyirdi onu. Rəbbinə təşəkkür eləyirdi, şükür eləyirdi. Ona görə bütün neymətlər də şükürlə olur, möhtərəm qardaşlar. Və belə olduğumuz zaman qəlb islah olur. Yəni, qəlb islahı insan həyatında ən önəmli məsələlərdəndir. İxlas da orada yerləşir. Nifaq da orada yerləşir. Fəsad da orada yerləşir. Pislik də orada yerləşir. Hər bir şey o balaca bir Allah Resulü'nün buyurduğu ki, ət parçasında yerləşir. Hamısı orada yerləşir. Əgər deyir onu İzə saluhat, saluhəl cəsədu kullu. Deyir, o islah olarsa, bütün cəsəd islah olar. Və İzə fəsədət, fəsədəl cəsədu kullu. O deyir, fəsada uğrayarsa, bütün bədənimiz fəsada uğrayar. Deyir, qəlbi xəstədir. O xəstəlik bəzən o fiziki olmur, mənəvi, ruhu xəstədir insan. İçində xəstəlik var. Onu islah etməliyik, onu təmizləməliyik. Və mümin bir şey bilməlidir ki, Rəbbimiz bizə bunu buyurub. Bizə fayda verəcək qiyamət günü sağlam bir qəlbdir. Əgər sağlam bir qəlb olmazsa, vallahi heç nə sənə fayda verməyəcək. Ola bilər sən ibadət eləyirsən, ola bilər sən çox əziyyət çəkirsən, ancaq için sağlam deyil. O qəlb xəstədir. O sənə fayda verməyəcək. Onu düzəltmək üçün niyyət də orada yerləşir. Niyyət də orada yerləşir. Ona görə onun üzərində çalışmalıyıq. Və o ən böyük insanın həyatında düzəldəcəyi ən böyük onun qəlbidir, qəlbimizdir. O islah onu edə bilsək, nə xoş bizim halımıza. Allah hər birimizi qəlbini islah eləsin. Allah hər birimizi eşitib faydalanlarını etsin. Allah subhanahu wa ta'ala hər birimizi doğru dini üzərində sabit etsin. Ən böyük neymət sabitliyidir. Allahdan onu istəmək lazım. Allah Resulü sallallahu aleyhi və səlləm gecə gündüz onu istəyərdi. Allahumma ya muqallibəl qulubi thəbbit qalbi ala dinik. Allahumma ya musarrifəl qulubi sarrif qalbi ala taatik. Allahım mənim qəlbimi İslam dini üzərində sabit et, ibadət, itaətin üzərində sabit et deyə Allahdan istəyərdi. Və son nəfəsimizə qədər Allahdan istəyirəm ki, hər birimizi sabit etsin. Və sonunda hər birimizə Firdevs cənnət nəsib etsin. Sallallahu aleyhi və səlləm alə nəbiyyina Muhammed.